Allah yolunda xərcləmək və sədəqə vermək. Bu əməl salih əməllərdən, xeyir əməllərdəndir və onun mükafatı da Allah qatında böyükdür. Və düşünürəm ki, daim bir-birimizə Allah yolunda xərcləmək barədə, sədəqə vermək barədə xatırlatma eləməliyik ki, bir-birimizə baxaraq, xeyir işlərdə yarışaraq bu gözəl əməlin sahiblərindən biz də olaq və onun savabını qazanaq. Və Allah yolunda xərcləmək və ya sədəqə vermək əvvəlcədən demək lazımdır ki, yəni ola bilər ki, böyük miqdarda varlılara aid olsun, ancaq o demək deyil ki, varlı olmayan müsəlman bu əməlin savabından məhrumdur. Xeyr, hər kəs özünə görə öz malında, yəni öz ehtiyacından əlavə hər hansısa bir kiçik malı belə olsa, onu sədəqə verərsə, bəzən ola bilir ki, ondan qat-qat varlı insanların verdiyi sədəqədən daha savab, daha çox savab qazansın. Çünki təsəvvür edin ki, tutaq ki, bir insanın, bir müsəlmanın cəmi, məsələn, 10 manat pulu var, onun tutaq ki, 5 manatını sədəqə verir. Biri də var ki, başqa bir müsəlmanın 10 milyon pulu var, ondan cəmi, məsələn, 10 minini sədəqə verir. Yəni, əgər biz bunu müqayisə eləsək, nisbətinə baxsaq, görəcək ki, kasıb müsəlman əlində olan malının yarısını sədəqə verdi, ancaq o biri varlı müsəlman isə yəni daha az, yəni bir neçə faizini sədəqə verdi. Və Allah qatında da ixlasla, əgər o sədəqə qəbul olunarsa, ixlaslı olarsa və qəbul olunarsa, həmən varlı müsəlmanın verdiyi böyük miqdarda sədəqədən də daha qiymətli ola bilər və Allah Taala onu insan üçün böyüdər və axırda qiyamət günü dağlar boyda bir savaba döndərər.